Qarın yığan. Bax 120-130 kiloluk adamlar üçün qarın yığanlar gəldi. İndi bu misal üçün gedir 60-70 kiloluk adam üçün, qarın adam 80 kiloluk adamlar üçün. Gelin qıqın. Gəlin kömək edin də. Gəlin kömək edin də. Naz geç. Gəlin Rəşad gəlin kömək edin də. Bu doğrudan geçen bir şeydi. O kim ki bədəni belə düppədüz görürsə şkaf kimi. Mayka gelir bir hatta. Yan qaqa. Bu yığmadıq sən ki. Qaqa düzdür. Basmaya qabağa. Düz indi sərbəst dayan. Ay hara bak sen yuxarı bak. Hə, bax, nətərdir? Ne ala? Belələr görüm. Sağ ol. Şöp, qarın yığdı. Bir tanesinde qara rengin özümsün götürmüşüm. Şöp, bundan sonra qarın düppəz. Arıqlamağa ihtiyac yoktu. Yalandan ki fitnesizi de 50 mat 60 mat vermeyin. Boş ver. Qarın yığıldı. İndi bu qurbağa kimi deyirəm, alın bur. Oradan nəsə pıtlayıb çıxır ama indi yola ver. Her şey getirmişik. Day, ayağı düzlər üçün ayaqqabı, ne bileyim day, her şey. Bak böyle katan yerimiz var. Geçe, krasovka ayaqqabılarımız çox gəldi. Durun gəlin, xidmətinizdəyik. Hara gəlsinlər? Ekspres ucuzluğu. Bəli. Bu Maykanın da reklam növü belədir. Sadəcə mən də öz üzərimdə yoxlamadım ki, indi real balaca qaqamızda, yəni uşaqdır. Uşaqdır bu. Hamla başa düş. Hə, ona görə bildim ki, pis baxmazsınız. Mənim üstümdə eləsən deyəsiz ki, buna baxayım. Ona görə nə etmək lazımdır? Gəlin qarın yığandan alın. Bax beləncə geçən. İndi bunda bir söz balacadır deyə buradan sıxdım, oradan fırtladı çıxdı. İndi bu məlumusuz amma normal adam da düppədüz saxlayacaq. Sağ olun, var olun. Hamımız gözlüyük ekspres ucuzlukta. Gelin.